Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif fizika dərsliyindən potensial və kinetik enerji nədən asılıdır mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün başlayaq dərsimizə. Öyrəndiklərinizi tətbiq edin hissəsində birinci tapşırığı oxuyaq. Birinci tapşırıqda deyilir. Leyla yaydan 2 kiloqram yük asdıqda yay deformasiya edərək bir vəziyyətindən 2 vəziyyətinə gəlir. A variantında soruşur ki, yayda deformasiya hansı qüvvənin hesabına yaranır? Əlbəttə ki, baxın, yayda deformasiya əvvəlcə bu cisim açılır və biz həmin cismi əlimizlə tutmuşuq burada. Daha sonra əlimizi buradan çəkdikdən sonra bu yay neyin hesabına? Öz kütləsinin, yəni ağırlığının hesabına açılacaq və bu vəziyyəti almış olacaq. Demək ki, bu deformasiya yarandı nəyin hesabına? Ağırlıq qüvvəsinin hesabına. Yazırıq ağırlıq qüvvəsinin hesabına. B variantına baxaq. B variantında deyir ki, bu zaman yükün yer səthinə nəzərən potensial enerjisi necə dəyişir? Potensial enerjinin düsturu nədir? Potensial enerji potensial bərabərdir mgh kimi hesablanır. Düzdür. Özdə fikir verin uşaqlar. Burada deyir yer səthinə nəzərən. Yer səthinə nəzərən deyirsə, biz demək ki, yerdən hündürlüyü nəzərə almalıyıq. Birincisində yerdən hündürlüyü bax bu qədərdir. H deyək buna. İkincisində isə yerdən hündürlük bax bu qədərdir. Buna da kiçik h deyək. Birincisində yoxsa ikincisində hündürlük daha çoxdur? Əlbəttə ki, birincidə. Hündürlük ikincisində azaldığına görə demək ki, potensial enerji də azalacaq. Demək ki, nə olacaq onda? Yer səthinə nəzərən potensial enerji necə dəyişər? Azalar. Səbəb nədir? Səbəb odur ki, hündürlüyü azalır. Hündürlüyü azaldığına görə potensial enerji də azalır. Daha sonra C variantı. C variantında deyir ki, yayın sərtliyi K bərabərdir 500. Uzanması isə 4 sm olarsa, yayın elastik potensial enerjisini hesablayın. Deməli, uşaqlar, biz bilirik ki, potensial enerji elastik yaya görə hesablanarsa necə olacaq? Potensial bərabərdir kx kvadrat bölünsün 2 kimi hesablanır. Əvvəlcə verilənləri yazaq. Yayın sərtliyi 500-dür. K bərabərdir 500 Newton bölünsün metr. Uzanması isə 4 sm. X bərabərdir 4 sm. Daha sonra çeviririk metrə. 4 vurulsun 10 üstü mənfi 2 metr. Yayın elastik potensial enerjisini. Y potensial bərabərdir sual işarəsini. Potensial enerjinin düsturu dedik ki, K x-in kvadratı bölünsün 2-dir. Gətirib yerinə qoysaq, Y potensial bərabərdir. K-mız 500-dir. 500 vurulsun. X-mız da 4 vurulsun 10 üstü mənfi 2-dir. Kvadratı bölünsün 2-yə. Deməli, olacaq ki, 500 vurulsun 16 vurulsun 10 üstü mənfi 4 bölünsün 2-yə. İxtisarımızı aparsaq, burada qalacaq 8, vursaq, neçə eləyəcək? 0,4 joule. Tapdım ki, deməli, yayın elastik potensial enerjisi Y potensial bərabərdir 0,4 joule imiş. Bu şəkildə hesabladıq. Daha sonra növbəti suala keçək. Növbəti sualda bizə deyir ki, üfüqi səthdə hərəkət edən cismin sürəti bir vəziyyətindən 2 vəziyyətinə gəldikdə sürəti 2 dəfə azalır. Əvvəlcə yenə də özümüz üçün bir ağ səhv açaq, uşaqlar. Burada səliqəli yazaq. Deməli, deyir ki, üfüqi vəziyyətdən bir vəziyyətdən 2 vəziyyətinə gəldikdə, burada fikir verin, sürəti 2 dəfə azalır. Hətta şəkildə də göstərir. Əvvəlcə V1-imiz 2V-dir, daha sonra V2-miz olub V. 2 dəfə azalır sürəti. Bunu qeyd edək o zaman. Yazarıq ki, V1 bərabərdir 2V, V2 bərabərdir V-yə. Və daha sonra bu zaman A variantını işləyirik.
bu zaman cismin yer səthinə nəzərən potensial enerjisi dəyişirmi? Cavabınızı əsaslandırın. A variantında baxın, bizə potensial enerjinin dəyişməsini istəyir. Dəyişirmi yoxsa dəyişmir? Onu soruşur. Biz bilirik ki, potensial enerji Y potensial bərabərdir. mRH kimi hesablanır. Amma elastik yaylarda necə dedik? Y potensial bərabərdir. Kx kvadratı bölünsün 2 kimi hesablanır. İndi yer səthindən soruşduğuna görə bu düsturdan istifadə edəcəyik və potensial enerjinin dəyişib-dəyişmədiyini soruşur. Fikir verin uşaqlar, burada dəyişən təkcə sürətdir. 2V idi, daha sonra oldu V. Bəs hündürlük dəyişib? Xeyr, çünki burada da H hündürlüyündədir, yenə də burada H hündürlüyündədir. Yəni, eyni masanın üzərindədir də hündürlük dəyişmədiyinə görə, demək ki, potensial enerji dəyişmir. A variantında deyirik, potensial enerji dəyişirmi? Xeyr. Cavabınızı əsaslandırın, çünki hündürlük dəyişmir. Hündürlük dəyişmədiyinə görə potensial enerji dəyişmir. B variantına işləyək. B variantında deyir ki, cismin kinetik enerjisi bir vəziyyətində Y olarsa, bəs iki vəziyyətində nəyə bərabərdir? Bax, bir vəziyyətində Y olarsa deyir. Bir vəziyyətində ümumiyyətlə kinetik enerji nəyə bərabərdir? Onu hesablayaq. Kinetik enerjimizin düsturu Y kinetik bərabərdir. mV kvadratı bölünsün 2-dir. Kütləmiz nə qədərdir? M-dir, dəyişmir. Yəni, M-ə bərabərdir. O zaman birincisi üçün kinetik enerjini hesablasam, Y kinetik 1 bərabərdir. M vurulsun. V1-in kvadratı bölünsün 2-yə. Y kinetik 1 bərabərdir. M vurulsun. V1-imiz nə qədərdir? Bax, fikir verin. Bu 2V. Gətirib yerinə qoyacağım. Yazacağım 2V-nin kvadratı bölünsün 2-yə. Açsam bunu necə olacaq? 4mV'nin kvadratı bölünsün 2-yə. İxtisara aparsaq 2mV'nin kvadratı olmuş olacaq. Deməli, tapdım ki, birincisində Y kinetik 1 bərabərdir 2mV'nin kvadratına. Məhz bizə deyir ki, baxın, birincisində, yəni bu 2mV'nin kvadratı var, ha, o Y-yə bərabərdir. Bax, bu Y ilə ifadə edilir. Bəs deyir, ikincisində neçə Y olacaq? Ona görə biz ikincisini hesablamalıyıq. İkincisini hesablasaq, yəni bu ikinci dedikdə bu ikinci cismi nəzərdə tuturam. Bunun üçün hesablasaq, Y kinetik 2 bərabərdir. mV2-nin kvadratı bölünsün 2-yə. Bərabərdir. M yeni qaldı yerində. İkincisinin sürəti nə qədərdir? Bax, V-dir. Yazacağım, V-nin kvadratı bölünsün 2-yə. Deməli, mV-nin kvadratı bölünsün 2. Bu nəyi ifadə edəcək? Neçə Y olacaq? Onu indi ifadə etməliyik. İstəsəz bunu tənasüblə də ifadə edə bilərsiniz. İstəsəz bir-birinə bölüb də ifadə edə bilərsiniz. Hansı şəkil sizə rahat gələrsə, o şəkildə ifadə edin. İstəsəz tənasüblə yazın burada. Fərqli rənglə yazın. Baxın, 2mV-nin kvadratı əgər Y-ni verirsə, bəs mV-nin kvadratı bölünsün 2 nəyi ifadə edəcək? Onu tapırıq. X bərabərdir. Sual şəxsdə, yəni bərabərdir. Y vurulsun. mV-nin kvadratı bölünsün 2, bölünsün 2mV-nin kvadratına. Buradan da taparıq ki, bərabərdir. Bunlar ixtisar gedəcək. 2 aşağıya düşəcək. Y bölünsün 4-ə. Tapdıq ki, X-imiz X bərabərdir. Y bölünsün 4-ə. Yəni, ikinci kinetik enerji Y bölünsün 4-ə bərabərdir. Bax, bu Y bölünsün 4 kimi ifadə etmək olar. Bu şəkildə yaza bilərsiniz, uşaqlar. Belə, daha sonra keçək ikinci suala. Növbəti tapşırığa, öyrəndiklərinizi yoxlanın hissəsindəki. Bizdən soruşur ki, yayın potensial enerjisi nədən asılıdır? Biraz əvvəl də əslində bu barədə məlumat verdik. Dedik ki, yayın potensial enerjisinin düsturu nə qədər idi? Y potensial bərabərdir. X-in kvadratı bölünsün 2-yə. Deməli, yayın potensial enerjisi nədən asılıdır? Həm bunun sərtliyindən K-dan, həm də uzanmasından X-dan. Deməli, yayın potensial enerjisi həm sərtlikdən, həm də uzanmadan
asılıdır. İkinci suala baxaq. İkinci sualda deyir ki, cisimlərdən hansının yer səthinə nəzərən potensial enerjisi daha böyükdür? Yəni biz onda ayrı-ayrılıqda hər birinin həm birinci cismin potensial enerjisini hesablayacaq, həm də ikinci cismin potensial enerjisini hesablayacaq. Müqayisə edəcək ki, hansı daha böyükdür? Bir yazaq. Birinci cisim üçün yazarıq ki, deməli, M1 bərabərdir 8M, H1 bərabərdir H-a. Y potensial 1 bərabərdir hesablayırıq. MJH. Birincisi üçün yazdığıma görə M1, H1 yazıram ayaqlarına. Hesablasaq, Y potensial 1 bərabərdir. M1 nə qədərdir? 8M. 8M vurulsun J, vurulsun. H-ımız da H-dır. Edəcək onda 8mJH. Deməli, birinci potensial enerji Y potensial 1 bərabərdir 8mJH imiş. İndi ikincisi üçün hesablayaq. İkincisinin kütləsi nə qədərdir? 3m'dir. Yazıram M2, buradan xərcəkək, bərabərdir 3m. Hündürlüyümüz də 2H-dır. H2 bərabərdir 2H. Və hesablayırıq. Y potensial 2 bərabərdir, yenə də M2J H2'ye. Getirib yerinə qoysaq, M2 3m'dir, 3m vurulsun J, vurulsun. H2'miz də 2H-dır. 2H. Yazsam olacaq, 3 2'ye vuranda 6. 6mJH. Gördünüz, burada tapdıq ki, onda ikinci potensial enerji Y potensial 2 bərabərdir 6mJH-a. İndi bizdən soruşurdu ki, cisimlərdən hansının yer səthinə nəzərən potensial enerjisi daha böyükdür? Tapdıq ki, deməli, birinci cismin potensial enerjisi daha böyükdür. Cavabımızı da əsaslandırdıq, tapmış olduq. Keçək üçüncü suala. Üçüncü sualda deyir ki, şəkildəki avtobusun sərnişinlərlə birlikdə kütləsi 3,5 ton. Kütləni ifadə edirik. M bərabərdir 3,5 tona. Bu da bərabərdir. Kiloqrama çevirmək lazımdır. 3500 kiloqram. Sürəti isə 72'dir. Yəni V bərabərdir 72 kilometr bölünsün saat. Biz bunu metr bölünsün saniyə çevirəndə artıq bilirik də 20 metr bölünsün saniyə. Onun kinetik enerjisini hesablayın. Kinetik enerji. Y kinetik bərabərdir sual işarəsinə. Kinetik enerjimizin düsturu bilirik ki, Y kinetik bərabərdir. M V'nin kvadratı bölünsün 2'dir. Gətirib yerinə qoysaq, Y kinetik bərabərdir. M'imiz 3500'dir. 3500 vurulsun. V'imiz 20'dir. Yəni 20'nin kvadratı bölünsün 2'ye. Bu da bərabərdir. 3500'ü vuracağım. 20'nin kvadratı 400 bölünsün 2'ye. Sonra getdi qaldı burada 200. 3500'ü də 200'e vuranda edəcək deməli 700.000. 700.000 joule. Amma bizdən soruşur ki, həm də cavabı kilojoule ilə ifadə edin. Kilojoule çevirəndə necə edirdik? Yadınıza gəlir, sonuncu 3 sıfırı atırdıq. Yəni sonuncu bu 3 sıfırı atacaq və kilojoule ilə ifadə edəcək. Y kinetik bərabərdir 700 kilojoule. Yəni bu şəkildə ifadə etmiş oluruq. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.